Bismillahirrahmanirrahim. Allahümme salli ala Muhammed və ali Muhammed. Artıq Rəcəb ayına daxil olduq. Bu mübarək Allahın fəzilətli bir ayına daxil olmuşuq və Rəcəb ayı Ramazan ayından qabaq bir ay hesab olunur. Yəni Ramazan ayından qabaq Rəcəb ayı və Şaban ayı bu iki dənə ay əllə verərək bizləri mübarək Ramazan ayına aparacaqlar. Rəcəb ayı hədislərə əsasən Allah Mütəal öz ayı adlandırıb və bu ayda da istiğfara və Allahdan bağışlanmağa, dua və ibadətə daha çox vaxt ayırmağa bizlərə tapşırıb. Rəcəb ayı insanın Allahla öz arasında rabitəni gücləndirmək, Allahla bəndə arasında Allaha daha da yaxınlaşmaq üçün bir fürsət olaraq Allah Mütəal bizlərə qərar verib və bu ayın fəziləti və bu ayın əzəməti o qədərdir ki, Allah Mütəal buyurur, bu ayda olunan ibadət və dualar başqa aylarda olunan ibadətlərdən fərqli və qat-qat böyük Allah Mütəal savablar yazır və əməlləri 2 qat eləyir. Rəcəb ayı dinimizdə çox mühüm aylardan biri hesab olunur ki, bir hədisdə buyurur ki, bu ayda Allahın rəhməti yağış kimi bəndələrin üzərinə yağar. Ona görə də bu ayın gərək biz qədrini bilək, bu ayın əməllərinə və günlərindəki olan bəzi xüsusi əməllərinə diqqət eləyək ki, bu ayın savabından və fəzilətindən binəsib olmayaq. Bu ayda insan bacardığı qədər gərək rabitəsini gücləndirsin Allahla. Çünki bu ay, Rəcəb və Şaban ayları bizlərin ən mühüm Ramazan ayından qabaq daxil olacağımız aylardır. Bu aylarda insan əgər diqqətli olsa, bu aylarda ibadətinə diqqət edə bilsə, əməllərinə diqqət edə bilsə, Ramazan ayında Ramazan ayının orucunun ləzzətini dada biləcək və bu da səbəb olacaq ki, insan Ramazan ayını ki, həqiqətən haqqını ödəyərək Ramazan ayında oruc tutmağı bizlərə nəsib olacaq. Allah bizləri Rəcəb ayının qədrini bilənlərdən, o ayın gözəl fəzilətlərindən istifadə edənlərdən qərar versin və o ayın Allahın ki, rəhməti üzərimizə yağır, Allah Mütəal o rəhmətdən istifadə edənlərdən qərar versin. Esselamu aleykum və rəhmətullahi və barakatuhu.